Hello. Salam əziz və hörmətli dostlar, dildaşlar, vətəndaşlar, yurtdaşlar, eldaşlar, qardaşlar və bacılar. Xoş gördük, necəsiz? Umaram ki, yaxçısınız, həmişə yaxçı olasınız. Canınıza diqqətli olun. Ərz edeyim, dünənləri kitab oxuya bilmədik. Bu səbəbdən ki, Allah rəhmət eləsin, Döktür Rza Bərahəninin dünən dəfn günü idi və ora getdik. Bir əcibə gün idi, çox əcib bir gün idi mənim üçün. Yaddan çıxmayan bir gün idi. Əvvələn sevdiyim bir insan idi, Azərbaycanlı bir insan, türk bir insan, bilgin bir insan və bu mənim üçün önəm daşırdı. Ondan sonra məzarı başında xanımısı danışdı, oğlu danışdı və böyük qızı danışdı. Yəni Rza Bərahənidən də o cür bir ailə, o cür bir duyğulu insanlar lazım idi adam görsün. Mən onları gördüm və çox cəlib, mənə çox cəlib idi. Mən çox şey öyrəşdim. Məsələn, bilirsiniz, bizim dəblərimizdə, ənənələrimizdə dəb adab rusun, ənənə adab rusun. Bizim dəblərimizdə, xüsusən Qəradağda biri ölsə, onun qırxınacan, biri rəhli paltarcı isə qərədən başqa çox pis olar. Ölü sahiblərin tohin fərz elərlər, həm özlərinə, həm ölüyə. Səqqəlin qıxsa filan, bunlar tohin hesab olar. Amma mən özüm şəxsən qərə paltar giymərəm, yəni sevmərəm. Mənim sürməyi giyərəm, əgər lazım olsa. Lazım da olmasa ya sürməyi ağ giyərəm, məsələn köynəyim ağ olar filan bəhman. Ərz eləyim, yəni o dəbdəbiyə o cür etiqadım yoxdur, dəblərə. Ərz eləyim, amma dünənləri burada bir gözəl bir şey gördüm, o da buydu. Əvvələn Döktür Bərahəninin öz səsi ilə şeirlər ki oxumuşdu, fars dilindəki şeirlərini əlbəttə. Mən bilirəm ki, Döktür Bərahəni, bu iki dillə Döktür Bərahəni türk dilində yazmayıb, bu bir yalandır. Çox yazmayıbdır türk dilində. Türk dilində Döktür Bərahəninin yaxçı danışıqları var və yaxçı şeirləri var. Və fars ədəbiyyatında da yazdığı, fars dilində yazdığı kitablarda əslində türk millətinin dərdidir. Bu Döktür Bərahəni mən belə görürəm. Dostlarla biraz fərqli görürəm. Bizim bəzi dostlarımız ya 100 ya 0 baxırlar. Mən 100-0 baxmaram. Mən birində 10 olsa onu da görürəm, 20 olsa onu da görürəm, 100 olsa onu da görürəm, 80 da olsa onu da görürəm. Döktür Bərahəninin əsərlərinin %95-i farscadır, təbii ki. Amma %5-i də türkcədir. Və bilirik ki, hətta oğlu dünən şikayət elədi. Gilayə elədik, keçən 2 həftədə ki, dədələri Allahın rəhmətinə gedibdi.
olmayan savaş qalmayıb. Çünki niyə? Biz türküq və biz Təbrizliyik deyə. Və bu mənim üçün çox mühümdür. Mənim üçün bunun düşünməsi belə çox mühümdür. Çünki bu adam 8000 səfə fars ədəbiyyatına yazı yazıb. Məsələn, deyək ki, 300 səfədə, 500 səfədə türk ədəbiyyatına yazı yazıb, şeir yazıb, filan yazıb. Əlbəttə, fəqət mən onun dastan nevisi Torontoda burada dastan yazmaq qoydu biz türklərə. Məsələn, bir 10 cələsəzad oldu ya, 8 cələsəzad oldu. Bizim dostlarımız bunu zəbt ediblər. Yəni, videosu var. Yəni, Lalə Cavanşir xanım və əri Səməd Pur Musəvi Səməd Pur Musəvi fikirəm. Bunları zəbt edirdilər. Və orada türklərə dastan və roman yazmağı öyrədirdi. Türk dilində. Çox güclü adamdır hər halda. Və bir adamın bir cümləsi, bəzi adamlar ki, böyük adamlardır. Niyə məsələn Xameneyi bir cümlə danışanda, ya Əhmədinəcad bir cümlə danışanda, ya Musəvi bir cümlə danışanda, ya hər kəs bir cümlə danışanda, hətta bu Ruhani, bu rəisi bir cümlə türkü danışanda insanlar bunu yayırlar. Çünki deyirlər ki, böyük adamdır, bunun təsiri çoxdur. Bərahəni böyük adamdır ədəbiyyatda. Bunun böyük də düşmənləri var təbii ki. Və son illərdə də bilirik ki, hər halda bunun türk həssasiyyətliyi yuxarı olduğu üçün nə deyərlər? Qəzəbə mübtəla oldu. Farsların qəzəbinə gəldi və hər halda ailəsində keçən 2 həftədə çox tohinlər zadlar eləyiblər. Bəllidir, yazılardan bəlli. Mən oxumamışam əlbəttə. Amma oğlu dünən belə bir cilayə elədi. Hər halda gözəl bunun özünün farsça şeirləri ki yayılmışdı, onu qoymuşdular. Orada biləndiqlardan yayılırdı və onun yanında musiqi də qoymuşdular. Yəni o şeir qutaranda bir musiqi çalırdı. İnsanlar duyğuları ilə, ehsasları ilə yığışmışlar. Ən azı 1000 nəfər adam var idi qəbr üstə. Bundan belə ki, hava da çox əcib idi. Yəni mən biraz az-çox Döktür Bərahənin zindecanlığından, yaşayışından xəbərim var. Ki, yaşayışının alçaq ucalığı çox olubdur. Döktür Bərahəni dövlətli balası deyil, kasıb balasıdır. Və kasıblıqda yekəliblər. Mən bildiyim qərzlər 2 qardaş, bir bacıdırlar bunlar. Bir kasıb ailədə. Və calibdir, dədələri, yəni ailə kasıb olmağına baxmayaraq, fəqir deyilmişlər. Ağıllıymışlar. Niyə ki, məsələn, 2 qardaş, ikisi də ustad danışqahdırlar və bacıları da ustad danışqahdır. Bu, bunu göstərir ki, fəqr, bu deyil ki, biz fəqri, mən istəmirəm, çünki mənim haqqım yoxdur ki, Döktür Bərahənin yaşamı haqqında danışam. Öz ailələri bir zaman danışarlar, orada görürük ya, yazılarında görürük, o başqa bir şey. Amma mənim danışmaq haqqım. Amma mən bir kasıb ailədən gəlmişəm, mən özüm. Ailəm çox kasıb olubdur. Və kasıblıqla gəlmişik. Əlimizlə, dırnağımızla işləmişik, özümüzü getirmişik bir yerə. Hər işdə işləmişəm. Hər iş işləmişəm və işləməkdən də utanmamışam. Bu günəcən utanmamışam ki, mən filan işdə işləyirəm. Bu günəcən də dədəmdən, nənəmdən sonra bir nəfər mənə minnət qoya bilməz. Bu günəcən də dədəmdən, nənəmdən sonra mənə bir nəfər minnət qoya bilməz. Ki, ayağım üstündə durmuşam, gecə-gündüz çalışmışam, zəhmət çəkmişəm. Bir özüm, Döktür Bərahəndə dəqiqən budur. Yəni, hər iki rejimdə də zindana düşüb. Həm Şah zamanı zindana düşüb, həm Xümeyni zamanı zindana düşüb. Hər ikisində də çətinlik çəkib. Amma özün və qələmin satmayıbdır. Bildiği yolda gedibdir. Çəp, solçu olub, amma İrancı olmayıbdır. Hətta mənim nəzərimdə Azərbaycancıdır.
Hə dostum, bu bayraq məsələsini hey mən yazıram, siz də bunu soruşursunuz. Sağ olun, təşəkkür edirəm. Kamerada bu cür görsənər. Necə aynaya baxsaz tərsə görsənər, kamerada da bu cür görsənər. Mütəəssifanə bu kameranın ya aynanın baxış şeyi belədir, dəyişdirər yönü. Hər halda Dökür Bərahəni dünənləri dəfn eləyəndə hava Dökür Bərahənin yaşamının şeyidir məncə. Əvvəl hava çox soyuqdur və həm soyuq, həm buluddur, qara buluddur. Fikrin ki, insanlar uşaqlıqda, kasıblıqda, çətinlikdə, yəni həm soyuqdur, həm qaranlıqdır, qara buluddur, umudsuzluq dövrəsidir. Yəni, deyək ki, qara bulud və soyuq semboliz eləyir, sembol tutur, simgə olur nəyə? Qorxuya, çətinliğa, umudsuzluğa. Sonra göydə bir yel əsdi, göydə quşlar, dərya quşları, orada yaxınlıqda göl də yoxdur deyəm, göl var. Dərya quşları gəldilər göydə, fırran, bir 3-4 dəqiqədən sonra yox oldular, getdilər. Sonra yağış başladı. 5-6 dəqiqə, 10 dəqiqə zat yağış yağdı. Çox da bək yağmadı, amma azdan çoxdan istandıq yəni. Sonra yağış getdi və arxasıcan gün gəldi. Hər yer işıqlandı. Mən buranı məsələn tuturam ki, Dökür Bərahəni quşlar gələndə yavaş-yavaş məşhurlaşır, belə tuturam və tanınır, səsi hər yerə gəlir. Hətta o zaman oğlu danışmışdı, qutarmışdı. Dedi ki, bir dəqiqə sükut eləyək. Cəlib budur, o bir dəqiqə sükutda mən baxdım ki, quşların səsindən sonra bir səs gəlmirdi və quşlar görsənirdi. Mən bunu Dökür Bərahəninin məşhur olmaq dövrəsi, səsi eşidilmək dövrəsi kimi algıladım orada. Sonra da Dökür Bərahənini o quşlar getdilər və sonra dolu gəldi. Mən bunu zindan dövrələrinə bənzədirəm. Yəni, yenə simgə tuturam zindan dövrələrinə, çətinlik dövrələrə, işsiz dövrəsinə, pulsuz qalmaq dövrələrinə və sonra yenə də yağış və yenə də hava sərin və yenə buludluluq. Mən yenə də bunları ömrünün son çağlarına bənzədirəm. Çox gözəl dəfn elədilər. Bizlə fərqli dəfn elədilər. Əvvələn nəzərə gəlir ki, əmanət qoydular torpağı. Kasket deyirlər, yəni cəbə, qutu. Bu qutuda qoydular, qəşəng paltarını giydirmişdilər. Kəfənəzə də qoymamışlar, gözəlliyi buydu. Kəfənəzə də qoymamışlar. Qəşəng xoş şalvarını giydirmişdilər. Gözəl, elə bir yorğan döşəkdə yatıbdı. Qoymuşdular o cürsü. Açdılar yaxınları, o cümlədən mən getdik, baxdıq, gördük, ehtiramımızı yerinə gətirdik, ədəbimizi yerinə gətirdik. Ən son görüşümüzdə yola salmaq üçün yanında olduq. Və sonra bəlli idi ki, sifariş vermişlər, vətəndən torpaq gəlsin. Bir səxsidə, farslar güldan deyirlər, biz səxsi deyirik. Bir səxsidə biraz vətən torpağı gətirdilər. Başının yanından tökdülər o kasketin içinə. Və qoydular toprağa. Qoydular toprağa və bizim yanımızdan ayrıldı. Daha bir də çətindir onu görmək. Bir də onun səsini eşitmək. Səsi təbii ki, zəbt olubdur. Qalacaq, filmi zəbt olubdur, qalacaq. Görsədəcəklər, görəcəyik. Amma diri olmaq bir şey, başqa bir şey. Xanımızı özünün bir şeirini oxudu bizim üçün. Uzun bir şeirini oxudu gözəl səsinə. Və çox əcib ağladı. İçdən ağladı. Bir
bir şeirin tərcümə eləmişdi ingiliscəyə. Yəni həmin şeiri ki, xanımız oxudu, o şeiri tərcümə eləmişdi ingiliscəyə və onun ingiliscəsini oxudu. Sonra da özü bir şeir yazmışdı babasına. Babası öləndən sonra yuxuda görmüşdü. Dedi, yuxuda mənə ilham oldu bu şeir. Oxudu və bir dana böyük şəxsiyyət getdi Azərbaycana. Ruhu şad olsun, yeri cənnət olsun və Allah qalanlarına səbr versin inşallah. Çətin günüdür hər halda, keçdi, getdi və Allah heç kəsə çətin gün verməsin, amma bu dəvə hamının qapısında yatır mütəəssifənə. İstər istəməz. Mən bir zaman deyirdim və ölmərəm. Və həmişə deyərdim, nə olar Allah mənə bir 500 il heç olmasa ömür versin. İnsanlar gələn 100 ildə 500 il ömrəmağı örgəşəcəklər. Yəni 100 il çəkməz ki, insanların ömrünü yetirərlər 500 ilə. Heç olmasa bəzi adamlar 500 ili yaşayacaqlar gələn 100 ildə. Bəlkə biz görmədik, amma kəş görək və qalaq biz də bu 500 ili görək. Dünən İsracın bir xəbər gəlmişdi ki, birinci elm mütəxəssislər, alimlər, İrancılar yox, onlar mütəxəssislər, onlar copy-cardlar, copy-paste edirlər. Buradan götür, ora qoydu İranın ki. Hər şey Quranda vardı, amma xaricəlilər tapandan sonra nəinki Quranda görürük biz bunu. Yəni bu qədər ahmaq bir millətlərdən, düşüncələrdən tərəfiz. Ərz eləyim ki, keçən günlərdə gördük xəbəri, bir dana 53 yaşında xanımın üzün, gözün, əl-əyağının dərisin 23 yaşındıya çevirdilər. Yəni 30 il cavan elədilər. Döktürlər deyirlər elə bu elminlə ki tapıblar, bu elminlə, yəni mütəxəssislər, döktür deməyək. Mütəxəssislər deyirlər ki, bu elmi ki bunu tapıblar, əllərində vardı, eləyə bilirlər ki, insanların beynin, ürəyin və hər yerin cavanladalar və bu çox ümid vericidir. Yəni məsələn, əgər bizim 53 yaşında bir adam eləyə bilir, 23 yaşında olsun, 30 il cavanlaşsın. Yəni ki, bunun əgər hər yerini eləsək, da bu 53 yaşı yoxdur, bu elə 23 yaşındadır. Və əgər təsadüf eləməsə, əgər bir mərisilə tutmasa, əgər Əzrail ləc eləməsə, ki, mən öldürəcəyəm səni də, yox, mən şeydir, bəlkə bu adam 150 ildə, 200 ildə ömür ilər. Mən mötəqidəm ki, insanlar 100 il çəkməz ki, 500 il ömür eləməyə gedərlər. Heç olmasa bu imkan olar ki, məsələn, bir ağır pul verələr, 500 il eləyələr ömürləri. İnanıram, bir gündə bu elə məmuli dava dərman kimi olacaqdır. Hamı özün 500 il, 1000 il diri saxlayacaq. Kaş görə bilək, kaş görə bilək. Amma kaş bu xaricəlilər tapmamışdan öncə müsəlmanlar tapalar, deyələr Quranda var idi. Yoxsa xaricəlilər tapandan sonra deməyələr Quranda var idi. O Quranda var, amma siz tapanmırsınız, bunun heç ərzişi yoxdur. Bəs yəni Quranda da yoxdur. Hər halda dostlar, istədim ki, bir yad eləyək Dökür Bərahənidən və bir şey də deyim indi ki, sözümün sonunda. Dostlar, baxın, Azərbaycan, Türk bir qavramdır. Ola bilər biri fars danışsın, amma desin mən türkəm, Azərbaycanlıyam, hətta Azəriyəm. O zaman ki bunu dedi, yəni bu millətdəndir. İndi o bunun tərifini bilir, bilmir, mənfəətinə görə belə danışır, ayrı bir şey. Amma o günəcən ki deməyibdi, mən farsam, biz deyənmərik o şey, biz deyə bilərik İrancıdır, pan-İranistdir, yaxçı türk deyil, düz türk deyil, türklüğü düz bilmir, Azərbaycan, bunu deyə bilirik. Amma deyənmərik ki, türk deyil, ya Azərbaycanlıdır. Çünki adam deyir ki, mən Türkiyə və Azərbaycanlıyım. Demir ki, mən bunu inkar eləmirəm. Əgər inkar eləsə, desin, mən türk deyiləm, Azərbaycanlıyım, iş qutardır. Bunun haqqı var. Bunun haqqı var bizim içimizdə və biz bunu vətənimizin bir parçası, millətimizin bir parçası bilməliyik və onun
haqqını verməliyik. Bizim insanlarımız ya qərədi, ya ağdı düşünürlər. Yəni, ya sən türksən, kamil türksən, ya sən türk deyilsən, yəni pan-İranistsən, filansan, bəhmansan, da sən türk. Ola bilər bir nəfər türk ola, pan-İranist ola. Biz bunun türkçüğündə şəkk eləyə bilmərik, amma pan-İranist da, yəni vətəni belə düşünür. Amma bir nəfər türk ola, amma pan-fars ola. Bunlar da çoxdur bizim içimizdə. Amma bir nəfər türkdür, türklüğünü qəbul edir, Azərbaycanlılığını qəbul edir və türk mənafeyində danışır. Amma deyir ki, İran da bizimdir, ya bizdə İranlı yox. Bunu da silmək olmaz. Çünki sonunda istər-istəməz, mən deyəm deməyəm, mən mötəqidəm ki, Güney Azərbaycan Türk Cumhuriyyəti var. Mən buna mötəqidəm. 2-3 gün bundan qabaq da elan elədim, indi də yazılarımda, çox yazılarımda başlamışım, elə bunu yazıram. Güney Azərbaycan Türk Cumhuriyyəti, Cumhuriyyət, Türkiyə Azərbaycan üçündür. Amma adamların fərqi var. Adamların fərqi var. Və biz bu fərqləri qəbul eləməliyik. O cümlədən hələ feylən istəyək, pasportumuz, sicillimiz üstündə yazıb İran. Və bu mütəəssifanə bir dənə vaqiiyyətdir. Acı bir, doğru bir şeydir. Yəni acıdır, amma var. Hər halda dostlar, yetişdik məxfi məmurlar ya gizli məmurlar haqqında danışmaq üçün. Bilmirəm, eləyə biləm, nə qədər danışdım, indi nə qədər vaxtımızdan keçdi, amma bizim burada 6 səhifəmiz qalır ki, bu bəhsi qutaraq və bu kitabı qutaraq əslən. Və beləliklə biz 35 gündə bir eləyə biləcək, 36 gündə eləyə biləcək ki, bir kitab oxuyaq. Və yaxşı kitab oxuyaq. Kitabımızın adı Hünər-i Cəngidir, farscadır. Bunu yazan, tərcümə eləyən zahirən Döktür Həsən Həbibidir. Haşimi Rəfsəncənin və Xatəminin müavini əvvəlidir o dövrələrdə. Bu kitabda çox əl aparılıbdır. Tamam fars kitablarının hamısında olan təhriflər və yalanlara tay. Bu kitabda da yalan və təhrif vardır. Mütəəssifanə bizim dostlarımızda ya bizə cavab verənlərdə 2 dənə mərizçilik var. Məsələn, mən dünənləri bir dənə kəlməni soruşmuşam, bir sözü soruşmuşam ki, türkcə bunun anlamı nə mənədir? Dedik ki, tarp ya tarp, bilmirəm, hangisi düzdür. Tarp ya tarp, filan şeyin tarpını çəkənmirəm. Belə bir dənə bu. Bunun tarp sözünün anlamı nədir? Adam gəlib bunun altında tarix yazır mənə. Bəllidir, bu adamın bir mərəzi var. Sizin adınızı görəndə bu bir dənə qəzavət edir və ondan ötürü özə tarixi bilmir. Yəni tarix bilmir. Bu bir yerdən bir şeylər oxuyub ya da ki buna veriblər, deyiblər bunu copy paste elə qoy bura. İnsafəli bir şey yazanda sən bunu copy paste elə qoy bura. O da onu gedir oradan götürür, gətirir bura. Dalbadal. Əsən baxmır ki, bunu biri oxuyur, cavab yazır, yazmır. Bunlar brainwash olmuş adamlardır. Hətta kitab oxulmuş olsalar, savadları da olmuş olsa, yenə də brainwashdılar. İkinci bu ki, bunlar kitabda şəkk eləmirlər. Demirlər ki, yalanları kitablarda yazarlar. Çünki yalanı kitabda yazandan sonra birinci nəsl mümkündür deyə yalandı, ikinci nəsl inanar. Və bir kitab ki, danışqaha getdi, deyirlər, bu kitab danışqah idi, filandı, bəhmandı, ona daha çox inanırlar. Çünki yalanı danışqahda oxurlar daha. Yalan olsa danışqahda oxumazlar. Amma danışqahda yalanları oxudlar. İran danışqahlarını oxusun, sözüm gedir. Niyə ki, nəqd eləmir? O adam ki, nəqd eləyə bilmir bir kitabı, bu adamın kitab oxumasının heç ərzişi yoxdur. Oxusa da bir şey olmaz. Fəqət brainwash olar. Yəni, xətərlidir mənim nəzərimcə, beləsi çox xətərlidir. Necə ki, deyir, o adamlar xətərlidirlər ki, çox kitab oxurlar, onlar xətərli deyirlər. Onlardan qorxmayın ki, çox kitab oxuyublar. Və heç bir kitab onlar üçün müqəddəs deyil. Onlardan qorxun ki, az kitab oxuyublar və hətta bir kitab oxuyublar və o kitabı müqəddəs eləyiblər. İndi siz görün ki, bəzi adamlar bir tarixi kitab oxuyubdur, oxumayıbdır, onu qoyub qabağına və onu müqəddəs eləyibdir. Hər halda 195-ci səfədəyik və buradan başlayaq, davam verək, görək ki, neçə səfəsini üçün oxuruq və neçə səfəsinin gələn gün. Binabərin از 5 نوع مأمور مخفی میتوان استفاده کرد. 5 cürə casus var. Qədim sözdür. Bu yazıda değişmiş olar.
5 cürə məmur var ki, bunları biz deyir istifadə edə bilərik. Və dedik ki, bizim ən mühüm şeyimiz Güney Azərbaycanda budur ki, millətimizin mənfəətinə, dövlətçiliyimizin mənfəətinə və vətənimizin, torpağımızın yurd, el olur, yurd, torpaq, el, millət mənfəətinə, bunların mənfəətinə dövlətçilik və dövlətçilik mənfəətinə biz farslardan və o birisi millətlərdən, qonşu millətlərdən casusluq eləməliyik öz millətimizin mənfəəti üçün. Biri məmuran bumi. Məsələn, bizim Gilanda yaşayan adamlar var. Ya Gilanlıdır, Mazəndaranda ya Türkdür, ya Gilanlıdır. Farslarda ya Farsdır, ya Türkdür, ya Kürtdür, ya Ərəbdir. Amma məsələn Tehrandadır, Şirazdadır, İsfahandadır, Şəmdandadır, Yəzdədir, Kaşandadır. Bu bumi, yəni onlar ki, orada yaşırlar. Yerli. Biz deyirik yerli. Yerli yaşayanlara deyir bumi. Onlardan seçəcəyik. Ya daxili. Özümüzün, məsələn, bir dənə cəmiyyətin içində, dövlətin içində, bir elin içində, yurdun içində bir casuslar qoyuruq. Bu da daxili. İndi bunları yenə özü açıqlayacaqdır. Bəlkə biz fərqli mən deyirəm, amma görək ki, içəridə. Bir də docanibə, iki tərəfli. Bilirik ki, bir casus vardır ki, həm bizə casusluq edir, həm bizdən o birisilərə casusluq edir. Bunlara da iki canibə deyirlər. Əs-sərbaz kərdəni. Deyir ki, o iki istir fəqət yalanla, doğrudan bir şeylər desin, mənə öcəşməyin deyə. Mənə öcəşməyin, mənə ilişməyin. Əs-sərbaz kərdəni, yəni özün istir ki, desin, mənə ötür da. Bunlar da bir şeylər verirlər. Və mütəhərrik, qabağında yazır ki, pərəndə. Mütəhərrik yəni, ola bilər, o casuslar olsun ki, daimən hərəkətdədirlər, ya da deyir ki, bəzi quşlar məsələn. Bilmirəm, indi görək ki, içəridə özü bunu nə cür edir. وقتی این 5 نوع مأمور همگی همزمان در حال عمل باشند و هیچ کس به طرز کار آنها آگاه نباشد کاملا مقدس خوانده میشوند و جنزینه حاکم را میسازند. Bir əgər bu 5 dana ki saydı, bu 5 casusluq bir-biri ilə işləyərlər. Və bunların işləməkləri bir-biri ilə düşmən vasitəsi ilə və dost vasitəsilə bəlli olmayan, bilinməyən, tanınmayan. Diqqət buyurun, həm düşmən bilməyən ki, bunlar bir-birindən işləyirlər, həm dost bilməyən. Çünki dostun bəzisinin düşməndən çox xəsarəti var. Biz düşməni bilirik ki, Fars bizə düşməndir, onun qabağında işlərimizi görürük. Amma biz bilmirik ki, yanımızdakı adam ki, deyir, mən Azərbaycancıyam, Azərbaycandan ötürü ölürəm, öldürürəm, gedim, burum, dağındım, yıxım, bu nə qədər düzdür. Və nə qədər ağıllıdır və nə qədər Azərbaycanın mənafi millisini təşxis verə bilir və nə qədər özünü kontrol edə bilir. Nə qədər bunu qızdırmaq olar, yəni bu adamı əsəbani eləmək olar, nə qədər bu adam icazə verməz, özünü kontrol elər, qoymaz ki, düşmən bundan istifadə eləsin. Əgər deyir, belə olar ki, düşmən də bilməyə, dost da bilməyə, bunları tanımaya və bilməyə, deyir, onda bunu müqəddəsdir. Kəlaf-ı müqəddəs, kələf nədir? Türkçə sözdür. Bilirsiniz, kələf deyirik da. Məsələn, il məhsul olanlar bilərlər kələf nədir. Onlar da ki, elə əlləri ilə əlcəkdən zaddan toxurlar, köynəkdən toxurlar. Onlar da bilirlər kələf nədir. Hər halda, buna bir müqəddəs kələf deyirlər. Niyə? Çünki 5 danadır, 5 yerdəndir. Bunlar elə bir-birləri ilə alver elirlər. Yəni, ittilaat, məlumat, bilgi alver elirlər, toplurlar və göndərirlər mərkəzə tərəf bir-birlərinə bəlkə. Deyir ki, bu bir kələfdir. Kələf bilirsiniz, ona görədir. Və cəncini hakim da misazər və hakimin, dövlətin cəncinəsin, yəni onun zərrabxana deyim, nə deyək buna? Xəzinəsidir. Xəzinəsidir. Fikir edirəm, xəzinə də türkçə söz olacaq. Fikir edirəm. Çünki, məsələn, biz bu xəzinə sözün bulaqda işlədirik, su yerində işlədirik. Bəzi yerlərdə bu xəzinə sözün işlədirik. Farslarda xəzinə sözü bir xəzanədə işlənir. Xəzanədə. Ondan sonra bir yerdə işlənmir. Amma biz bunu
xəzinə sözün və xəzanə sözün çox yerdə işlədir. Oradan deyirəm bəlkə fars deyil, bu türkçədir. Məmuran bumi mورد استفاده از اتباع کشور دشمن هستند. Diqqət buyurun, indi buradan bizə məna edir ki, casus dediyimiz adamlar ki 5 yerə böldük, nə yana nə mənə. Bumi yerel məmurlar, casuslar olardılar ki, düşmənin öz adamıdır, öz içində yaşır. Bəs əgər biz farslardan, kürdlərdən, bəluçlardan, o birisi yerlərdən bir adamlar tapaq ki, bizə işləyələr və onlar bizim düşmənimiz olar əlbəttə. Əlbəttə dostumuz da olsa casusluq vacibdir. Bunu deyim. Yəni indi Kanada bir məmləkətdə 12 dənə eyaləti vardı, ya ustanı vardı. Bunlar bir-birlərindən casusluq edirlər. Çünki hamı istəyir ki, öz eyaləti güclənsin. Çox rifahda olsun, çox əmniyyətdə olsun, çox gəliri olsun, prestiji yuxarı olsun, kilası farsça deyilir. Məmuran daxili mورد استفاده از کارمندان دستگاه دشمن هستند. Yenə də dəyişdirdi. Gördük, bizə tabii fərqi düşünmüş. Daxili deyir ki, düşmən dövlətin işləyənlərindən məmurlar sizə işləyirlər. Buna da deyir daxili, məmur daxili. Bəs əgər biz farsların idarələrində, fars millətindən özümüzə casus tapa bilək ki, onlar bizə məlumat verirlər, bu da yəni daxili məmurdur. İçsel məmur. Tomu adlı bir mütəxəssis deyibdi ki, در طبقه کارمندان افراد شایسته‌ای هستند که عزل شده‌اند. Karmətlərin içində şayistə, yəni ləyaqətli adamlar var ki, bunlar işdən atılıblar işə. Düşmənin içində işləyirdilər, amma ləyaqətlərinə görə ləyaqətsizlər müdür olanda ləyaqətliləri atarlar işə. Deyir ki, bunları atıblar eşiğe. افراد دیگری هستن که در اثر ارتکاب خطا و اشتباه به مجازات رسیدن. Bir ayrı adamlar var düşmənin içindəki, bir xəta eləyiblər, bir iştibah eləyiblər, bir qeyri-qanuni bir iş görüblər, dövlət bunu atıb eşiyə. Diqqət buyurun, görün nə diqqət ilə bunları bizə öyrədir. Biz bunları özümüzdən atmamalıyıq. Amerika bunu çox gözəl istifadə edir. Yəni dünyada ən yaxşı istifadə edən dövlət Amerikadır. Bizim dostlardan biri dünənləri, o da elə mənə Taytireli şoförüdür. Dünən bir əksini salıbdı, o kasketin də, börçünü də qoyub başına. Çünki bu biz karxanalara girəndə, şirkətlərə girəndə bu börçü qoymasaq qoymazlar girək. Gərək seyfiti ola, yəni sağlığımızı qoruyaq. Orada bir xəsarət yetirsə, karxana gərək onu verə. Ona görə ki, o olmasın, xəsarət verməsin. Bir börçü qoyub, başı göydən bir şey düşsə, başına yaralansan, ölsən, biz börçü səni saxlasın. Ya gözlük tax, bu gözlüğü çıxaldaq gərək, bir ayrı gözlük taxaq, onunla gedək. Ayaqlarına da dəmiri başmaq ki, burnu dəmirdə, altı dəmirdə, altda mıx batar, bir şey düşər üstünə parmaqların qırılmasın deyə. Buna da safety shoe deyirlər, yəni sağlıq başmağı, iş başmağı, ayaqqabısı. Beləsi, bu cür paltarlarımız da var, fərqli paltarlarımız var ki, işıldır, işıldaq üstündə xəttlər var. Bu işıldaq paltarı da giyirik ki, bizə hər cür bizi görsünlər. Qaranlıqda da açıq işıq olsa biz görünək. Birdən bir maşın gələr bizi vurar məsələn, kərxananın içində. Onu yazıb ki, CIA-nin pulu ilə geçinirik. Ondan əksini salıb qoyubdur. Amma vaqiyyət bu ki, dünyada CIA heç yer CIA kimi işləyənmir. Məsələn, tamam radyo televizyonda İrandan çıxan, dövlətdən çıxan, mətbuatdan çıxan İranda qaçıqla gəlbə, hamısı Amerikan radyo televizyonlar, Rusiya deyirəm, İngilistanın, Fransənin, Almanın radyo televizyonlarına istihdam olublar və bunlardan məlumat çəkirlər. Və casusani həstən ki, der aruziyə mal o mənalən. Deyir ki, o dövlət, düşmən dövlətlərin casusları var özünün. O casuslar özləri də çox pul fikrindədirlər, mal mənal istəyirlər, yəni sərvət qazanmaq istəyirlər. Bu da bir fürsətdir. و کسانی هستند که به اشتباه مدتی مدید در کارهای کوچک نگاه داشته شدند. Deyir, bəzi adamlar da var ki, dövlət bunları ləyaqətinə görə işə qoymayıbdır. Çox bilgindir, çox iş biləndir, çox təcrübəlidir, amma dövlət bunu gətirib qoyubdur aşağı işlərə.
Deyir, bunlar da narazıdırlar. Çünki bunların savadları, təcrübələri yuxarı yerdə olmaqdır. Bunları gətiribsən, qoyubsan aşağı yerə. Bunlar narazıdırlar. O dövlətdən rizayətləri yoxdur. Acıqları gəlir. Narazı, acığı gəlmək. Rizayət yəni sevmək. Rizayət ərəbcə sözdür, farsçada yoxdur. Deyir ki, və kəsani həstən ki, bir postaha və məqamat məsuliyyətdarına residən və bəzi adamlar var ki, layiqdirlər, amma dövlət bunları qoymayıbdır. Üst məqamlara, postlara yetişsin. Post iş deməkdir. Post sözü dostlar, İngiliscə, latincə sözdür. Yer deməkdir, yer, iş yeri. Post, əlbəttə, post, yəni bir şey bir sabit yerdə durur. Məsələn, Rahmanindəki əlaməti var daha bu maşın sürmək üçün. Onlara post deyirlər burada. Bir də sandıq ki vardı, orada yazı, məktublarınızı, namələrinizi salırsınız içinə. O da bir yerdə durduğu üçün, o da postudur. İdarədə də bir dənə post var. Yəni o post həmişə iş yeri, iş rütbəsi sabitdir. Məsələn, rəis. Burada hər kim gəlirsəm, orada rəislik postu var, yeri var yəni. O dəyişməz. Həsən gəlsin, o gedir rəis postuna, rəis də olur. Həsən gedir, o birisi gəlir, amma yenə rəis olur. Yəni dəyişmir. Bu da post buradan gəlir. Onun üçün Türkçədə, farsçada post yoxdur. Cəlibdir. Farslar deyirlər ki, Darius zamanından və Həxaməniş dövlətindən bizim post şeyimiz var. Deyirsən, adın əmələ deyir, çapar. Çapar, çapbaq və çapar və çapan bu Türkçə sözdür. Amma adamlar bu qədər ahmaqdırlar. Və biz bunu inanırıq. Yəni, biz savadlılar da bunu oxuyuruq. Heç özümüzdən soruşmuruq ki, Darius zaman niyə deyiblər çapar? Yəni, biz özümüzdən bunları soruşmuruq. Pəs deyir ki, bir iddə adamlar da var ki, ləyaqətləri var ki, idarədə bir məqamda otursunlar, bir postda otursunlar, bir iş üstündə. Yəni, bizcə Türkçəsində iş üstündə oturmaq. İş üstündə oturmaq. Məqam ərəbcə sözdür. Məqam ərəbcə sözdür. Qiyam sözündəndir. Məqam da ondandır. Ayaq üstə durmaq. Ya bir yerdə durmaq. Qalxmaq. Əslisi qalxmaq. Qalxmaq deməkdir. Məqamın sözü qalxmaqdır. Bizdə iş. Rütbədə fikir edirəm ki, yenə ərəbcədir. Ərz edeyim xidmətçi deyir ki, bunları da dövlət öz layiq olduqları işə qoymayıbdır. Bu da o. کسانی هستند که تنها خواستشان استفاده از دوره‌های شلوغی و آشفتگی به منظور توسعه قدرت şəxsiçən است. Deyir, bəzi adamlar da var ki, sevərlər ki, qatışsın hər şey bir-birinə. Bunlar eləyə bilsinlər şəxsi mənfəətləri, şəxsi istəkləri, şəxsi işləri, şəxsi qüdrətlərin əllərində saxlasınlar. Bunlar da arzu elərlər ki, şəhərdə, orada, burada şuluqluq düşsün. Bunlar da yaxçıdır. Casus eləmək üçün. Əfradi həsən ki, doçehrə həstən. Bəzi adamlar var ki, doçehrə farscadır da, yəni doçehrə ikiyüzlüdürlər. İkiyüzlü. Çehrə sözü gərək, bilmirəm, farscada nə cür gəlir. Münafiq sözü ki deyirlər, bu onu deyir. Bəziləri ikiyüzlüdürlər, bizlərdə var minüzlüdürlər. Bəziləri minüzlüdürlər. Mütələvvin və doru və hiləgərənd. Bunlar mütələvvin, yəni rəhbərək. Lonu sözündən gəlir, ərəbcədir. Rəhbərək. Bunlar çox rəhlidirlər, ikiyüzlüdürlər, hiləgərdirlər. Hiləgər yəni tovladıcı, tovlarlar bunlar insanları, hilə vururlar. Fikirəm, hilə özü də elə Türkçə olsun. Amma mütməyin deyil. Və həmvarə müntəzirən bebinən, bad az kudam tərəf miverədir. Belə bir adamlar həmişə sözü farsca tələffüzdür. Biz həməşədir Türkçə. Həməşə gözlərlər, yel hangi tərəfdən əsir. Yəni, güc hangi tərəfə gedir, bunlar da onun dalısıcan gedərlər, onu təyin edirlər. Bir iddə adam var, belədirlər. Bunların hamısı casus ola bilər. Ha, dostlar, diqqət buyurun. Əslində, cami-şünasanə, rəvanşünasi, ictimai eləyərək deyir ki, casusları hardan götürmək olar? Seçmək olar, yəni. Dər həmiyyə in məvarid,
شما می توانید مخفیانه vəziyyət maddi آنها را murdi təhqiq və təcəssüs edin. Deyir, bu üstdə saydıqlarımızın hamısında eləyə bilərsiniz gizli olaraq bu adamların mali durumun, pul, sərvət durumun axtarasınız, görəsiniz nə vəziyyətdədir. Ondan sonra nə? Və be anha təcəssüs dedik, casusluq eləmək sözündəndir. Təhqiqdəki araşdırmaqdır. Araşdırasınız, görəsiniz ki, bunların vəziyyəti necədir. Və bir anha təla və əbrişəm əta konid. Siz onlara bahalı şeylər verəsiniz. Qədim ipək çox baha idi, elə indi də bahadır aslında çoxdan. Yəni şık bir şeydir da, high class deyək. High class bir şeydir. Deyir, bunlara qızıldan, sən yenə pul verin, sərvət verin. İndi məsələn dolar versə daha ipəkdən də yaxçıdır, puldan, qızıldan da yaxçıdır. Və bedin tərtib anha ra bixod və onları özünə bağlayın. Onları özünüzə bağlayın. Deyəcəm, əgər bir nəfər bir pulu alsa, birindən onun sözündən çıxa bilməz. Təhdid edərlər. Əgər sözümüzə baxmasan, deyəcək ki, sən bizdən pul aldın, falan işi gördün. Ona görə dostlar, diqqətli olun, pul almayın birindən. İlla ki, biləsiniz. Yəni, mən çox çətin günlər çəkmişəm, amma Azərbaycanlılardan sonra onu da zindan olduğum dövrdə və onu da tanınmadıqları şərtlə pul almışam. Ailəmə pul göndəriblər, veriblər. Və təbii ki, mən də Azərbaycanı işləyirəm. Yəni, mən casus ola bilmərəm Azərbaycanlılara, Azərbaycandan casus olam Azərbaycanlılara. Amma bu olubdur. Yəni, Azərbaycanlılar mənə çox böyük köməkliklər ediblər çətin günlərimdə. Və mən öz millətimə işləməyə özümü borc bilirəm. Onlar verməyəndə də işdirdim, verəndən sonra da işdirdim. Onlar bəziləri məndən narazıdilər. Diqqət buyurun, indi də məndən çox narazıdilər. Bəziləri hətta mənə yazdılar ki, biz sənə pul verdik, gələsən bizdən belə olasan, elə olasan. Yazdım, mən sizdən pul istəməmişəm. Nə qədər vermirsən, deyin, verim özünüzə. Çünki mən bir şəxsiyyətim var və bir düşüncəm var. Mən düşüncənin yolunda gedirəm. Mən heç kəsin qulu deyiləm, olmaram. İnşallah. آنگاه برای اطلاع از وضعیت واقعی دشمن و آگاهی از نقشه‌هایی که در آن کشور علیه شما ریخته می‌شود از آنها استفاده. Elə ki bunlara pul verdiniz və bunları özünüzə bağladınız, ondan sonra bunları kullanın. Türkçəsi istifadənin sözü kullanmaqdır. Bunları kullanın, bunlardan istifadə edin. Görəsiniz ki, düşmən öz məmləkətində, öz içində düşmən sizin əleyhizə, dilinizin, tarixinizin, fikrinizin, iqtisadınızın, ordunuzun, adamlarınızın, çevrəzin, yəni mühitinizin, toprağınızın, havazın, heyvanlarınızın, quşlarınızın, zəmilərinizin, buğdalarınızın, toxumların əleyhinə. İndi dostlar deyirlər, toxumları nə yaptılar? Dünyada dostlar, toxumları toplum var. Doğar toxum var, bir də doğmaz toxum var. Bunu sizə mən deyim. Doğar toxum odur ki, bizim Qəradağda ya İranın, Azərbaycan dediyimiz bölgələrində bir şey əhmisiz, noxud, lobya, mərcimək, qarğıdalı, cirdəkan, alma, heyva, nə bilim, əzgil, hər nə, əhmisiz. Bunları yeyirsiniz, bunların toxumların saçması əkil bitir və gətirir sonra. Amma bəzi toxumlar alırsınız bazı xaricədən, bunları gətirirsiniz. Əkirsiniz, bitməz. Məsələn, Amerikadan siz buğda alırsınız, gətirirsiniz, bitməz. Qarğıdalı alırsınız, bitməz. Əkərsiniz, bitməz. Niyə? Çünki bunları genlərin dəyişdiriblər və ya dəstgahdan getirdilər. Bunların o doğma, törəmə, cücərmə, Türkçə cücərmə deyil, cücərmaq deyil da. Yəni o farsça dildə cəvani. Cücərmə gücün bunların aradan aparırlar. Bunları gətirsə, əkirsə, bunlar bitmir. Əgər bitsələr, bahar vermirlər. Məsələn, yüzlər, min, bəlkə milyonlar ağac satdılar bizə, dedilər İsrail cirdəkanı. Bizim Azərbaycanda insanlar pulların, evlərini satdılar, verdilər cirdəkan aldılar, İsrail cirdəkanı. Kağız qabıqlığı falan dedilər, biz aldıq. Ağaçlı bunlar bar vermədilər. Niyə? Çünki bunları bicir eləyiblər ki, bizim toprağımızda bar verməsin. Güldan kimidirlər, bunlar güldan kimi, qoy yarpaq gətirsin. Bunun üçün o çox mühümdür.
İndi mən dünən gecə xəbər, İsrail üçün gecə Türkiyənin xəbərində eşitdim ki, Türkiyədə bir 11 iyalətdə ya neçə iyalətdə toxum bankı düzəlibdi. Amerikada, Avropada illərdir var, 100 illərdir var. Hətta xəbərlərdə gəldi ki, buna görə ki, bir zaman bombatom salırlar, dünya dağlar və yer üzündə bir şey bitməz. Bəzi adamlar qalar. Bunlar sonra ya bir ayrı yerdən, ya insan bir cürüqlə bir dəfədə yer üzündə tapılar. Onda bunlar o yerdən gedəcəklər, bəzi yerlərdə bunları yerin altında quyulayıblar. Onlardan bunu tapacaqlar, toxumları. Gətirəcəklər, əşəcəklər, işdə bunu yiyəcəklər. Onun üçün toxumlar saxlayıblar. Və bu toxumlar əldəymez toxumlar, quşlar, tamam heyvanların toxumlarını saxlayırlar. Tamam ağaçların, güllərin, yarpaqlar, hər nə ki toxumu var ki, bunu lazımdır yer üzündə çıxıb dinləyəcəm, bunların hamısını yığırlar, saxlayırlar ki, gül, alaq, ağac, heyvan, hamısını saxlayırlar ki, bir zaman, məsələn, dinosorlar gediblər, biz onları da düzəldəmirik, amma onların bir toxumu qalsaydı, bir toxumu biri ələ geçsəydi, dinosor da düzələrdi. İnsanlar buna görə çox axtarırlar, dinosor falan taparlar, çünki istəyirlər ki, bunlardan nümunə də olsa bir neçə daha düzəldilər. Əlavə bər in, getdik 160-cı səhifəni oxuruq, görək ki, haracan oxuya bilər. Əlavə bər in, əfrad məzkur mitəvanən məcib nifaq və ixtilaf miyan hakim və vəziran və işəmən. Deyir, bu üstdəki saydığımız qruplar ki, narazidilər, bunların ləyaqətləri var idi, iş üstündə onları olmayıblar, hər nədərində olayı. Deyir, bunlar həm bizə düşmənimiz, bizim əleyhimizə nə nəqşə çəkilir. Əleyh ərəbcə sözdür, bizim qarşımızda durmaq, bizim ziddimizə, ziddi də fikrim ilə ərəbcə olacaqdır, ya türkcədir, bilmirəm. Deyir ki, bu bizim ziddimizə, bunlar nə nəqşə çəkirlər, onları bilsinlər. Bir o, ikincisi dedi ki, bunlar eləyə bilərlər, çünki dövlətin içindədirlər, eləyə bilərlər ki, düşmən dövlətinin içində toxum, nifaq toxumu, düşmənlik toxumu əkələr. Məsələn, vəzirləri bir-birinin canına salarlar, idarələri bir-birinin canına salarlar, ordunun bu səsinin o birisi tikəsinin parçasının canına salarlar, bu şəhri o şəhrin canına salarlar. Bu idarəni o idarənin canına salarlar. Bu, deyib, çox mühümdür. Və kari konək dərmiyan anha təfahüm kamil bir iş görərlər ki, o idarələrin arasında, o adam, dövlət adamların arasında bir təfahüm, yəni mənə bir yerə yetişmək, birləşmək. Təfahüm ərəbcə sözdür, fəhm sözündəndir, düşünmək. Bir-birlərin düşünməsinə. Düşünmək nə demək, dostlar? Təfahüm sözü bizim İranda bunu bilmirlər. Yəni bu ki, mən siz baş tapım siz nə deyirsiniz, mən baş tapım nə deyirsiniz. Ondan sonra bir-birimizi qəbul eləməsəz də, amma bilək ki, bir-birimiz nə deyirik. Əvvəl bunu bilək. Yoxsa mən sizi baş tapıram nə deyirsiniz. Ya sən ər-arvadlarsa başlar deyir ki, niyə müdürəm kimi? Bilmirəm ki, nə deyir. Baş tapsam nə deyirsən? Çünki qışqırır, bağırır, sözün demir. Sözün gizləndirir. Sözü və açıq, aydın desən, bir-birinə danışsan, bilərsən ki, bax, bu niyə narazidir? Lazım deyil, təfahüm, yəni bu məna, İranda bunu işlədir. Yəni biz bir-birimizdən yetişmədik bir yerə ki, birləşək, bir hərəkət eləyək. Fərqini düşünürük. Fərqini düşünmək düşmənçilik icad eləmək, ayırmaz icad eləməz. Bir-birini geçərlər insafən. İnsafən o ər-arvad ki, ya o millət ki, bir-birləri ilə içəridə düşünməli, amma bir-birini düşünməyə çalışırlar. Yəni fikirlərini bir-birlərinə deyərlər, amma bir olmayarlar. Bunlar bir-birlərini daimən challenge çəkərlər. Bunlar bir-birlərini daimən çalışqanlığa məcbur elərlər. Bunlar şükufu olar farsça. Yəni bunlar güllənərlər. Bunlar böyüyərlər. Amma o zaman ki, bir-birlərindən gizlirlər fikirlərini, düşüncələrini, ya çalışır ki, mən dinməyim, o dinməsin. Bu təfahüm deyil. Bu bir tərəfin narazı qalıb təslim olmasıdır. Bir gün partlayacaq. Məmur dö canibi, üçüncüsü nə idi? Dedik ki, iki tərəfli məmur. Məmur dö canibi mورد istifadə ima əzmiyan casuslara düşmən bərquzayım. Düşmənin casuslarını axtarırıq, tapırıq. Onları özümüzün də casusumuza çeviririk. Bilirik ki, o casusdur, bizə də casusluq edəcək, ona da casusluq. Bir şeylər biz veririk ki, aparsın düşmənə, bir şey də düşmənlərdən gətirir bizə.
Li Şuan adlı bir mütəxəssis deyib ki, hengami ki düşmən casusani میفرستد تا درباره کارهایی که میکنم یا میکنم نمیکنم کاوش و کنجکاوی نماید، من با دست و دلبازی تمام بدانها رشوه میدهم. Deyir ki, mən əgər bildim ki, düşmən casus göndərdi bizim içimizdə, görək, diqqət buyurun. Görək ki, mən hangi işləri görürəm və hangi işləri görmürəm. Baxın, görmədiyimiz işlər də düşmənə mühümdür. Biz hangi işləri görürük, hangi işləri görmürük, bunu görsün, bunları başlasın, tanısın, bilsin, bilgilənsin bu haqda və bunları bizim düşmənimizə versin. Deyir ki, mən nə edəcəyəm? Mən çox əlaçıqlıqla, dəst və delbaz, yəni çox əlaçıq. Çox əlaçıqca onlara rüşvət verəcəyəm, pul verəcəyəm. Və onlara baz miگردانه və onları getirəcəyəm öz topraklarına. Və bedinsan be məmuran vijeyi xod mübəddəlşəm və beləliklə onları öz məmuruma çevirəcəyəm. Diqqət buyurun. Bəs nə edir? Onlar gəliblər bizim torpağımızda görərlər ki, biz nə işlər görürük, nə işlər görmürük. Biz nə edirik? Deyir, bunlara siz yaxşı köməklik edirsiniz. Çox əlaçıq, çox səxavət. Səxavət ərəbcə sözdür. Səxi sözündən gəlir. Çox səxavətli davranırsınız və bunlara pul verirsiniz. Bunlar sonra icazəni verirsiniz, qeydərlər öz məmləkətinə. Bunlar yavaş-yavaş sizin məmurunuz olacaqlar. Və benim son bir məmurun vijeyi xod və bunları mən özümə müşəxəs məmura çevirirəm. Məmuran az sərbaz kərdəni. Məmurlar için öz başından atır. Nə deyir? Az sərbaz kərdəni başdan atmaq. Elə Türkçəsi var. Başdan atmaq. Az zomre casushay xod ma hastند. Deyir, bu məmurlar bizim öz casuslarımızdandılar. Yəni casusumuzun biraz aşağı. Ma əmdən be inguru etilati saxtacı mıyıq? Deyir, bu bizim casusumuz deyil. Amma biz bunlara cəli, yalan itilat veririk ki, düşmənə bunları versin. Bir də casusla bizə işləyirlər, bilirik. Pul veririk, bunlar casus adında işlədirik. Amma bunlar biraz zəifdirlər. Biz bunlara məlumat veririk, içində doğrusu da ola bilər. Amma məlumat bunlara, düşmən bunlara etimad edilirsə, bunlara yalan məlumat veririk və onları düşməni sındırır. Ma əmdən be inguru etilati bilə-bilə, əmdən bilə-bilə biz bunlara saxteci, yəni cəli. İndi Türkiyədə bu saxtecinin yerinə, cəlinin yerinə saxteci farsıdır, cəlidir, ərəbidir. Bunun yerinə deyirlər yapay. Yapay nə mənədən gəlir? Yapmaqdan. Yapmaq nədir? Yəni təbii deyil, biz düzəldirik. Hər şey ki düzəldirik məsnui da, ərəbcə məsnui deyirik. Məsələn, diş məsnuidir. Yəni yapaydır. Məsələn, bir əl düzəldirik bura, yapaydır. Bir maşın düzəldirik, yapaydır, məsnuidir, yox idi, biz düzəltmişik. Yapay yəni cəli. Biz düzəltdiyimiz, cəli də olmasa biz düzəltmişik onu. Yəni onu biz bir hədəf üçün düzəltmişik. Bir amac üçün. Hədəfin də Türkçəsi amac. اطلاعاتی را که در واقع غلط هستند از زیر دست خود رد می‌کنیم و کاری می‌کنیم که مأموران ما به این اطلاعات آگاهی بیابند. Deyir ki, biz bilirik ki, bizim bu məmurumuzun bir suyu boşdur. Ağzı da açıqdır, qarnı yırıqdır. Ağzı cırıqdır. Bunlar yeni casus. Casus sözlərinə biz bunları işləyirik. Deyirik ki, qarnı kiçikdir, boğazı yoxdur, ağzı cırıqdır. Bunlar o sözlərdir ki, casuslara işlədirik. Deyirik, yəni, bu adamların qarnında söz qalmaz. Yəni nə mənə? Deyir ki, bizim bir də itilatımız var. Yapaydılar. Yəni özümüz düzəltmişik. Bunlar doğrudan deyil. Amma bunu casuslarımıza istəmirik. Deyək ki, bunu sən ver düşmənə. Amma bir iş görürük ki, bizim bu casusumuz ki, bir ağzı tutanmayacaqdır. Bu, bunu məsələn gizlindən fikirlər oxur. Bunu oxur və sonra gedir, bunu dedikləri yerdə deyəcək və bu gedəcək düşmənə. Beləsi istir desin. Demir ki, biz buna deyirik ki, apar. Mən o düşüncəmi fərq elədim burada. Və kari می‌کنیم ki, məmurların bu beyin etillat bir iş görürük ki, bizim öz məmurlarımız bu sözlərə, bu bilgilərə əl tapsınlar. Hengami ki, این məmuran در سرزمین دشمن کاری می‌کنند توسط düşmən dəstgir می‌شوند. Deyir, bu bizim məmurlarımız düşmənin toprağına gedəndən sonra mümkündür düşmənin əlinə düşələr. Baxın,
Düşmən bunları tutar. Amma düşmənin əlinə düşürlər. Yaxud nə olur? Deyir ki, müsəlləmən ixtilat xələt rəbə düşməndə. Deyir, müsəlləmən mütməin olun. Deməyin ki, bizim casusumuz xəbər verməz. Deyir, müsəlləmən bu casus düşmənə deyəcək ki, baba, day məni çox vurma, kəsmə, ələyamı doğrama, öldürmə. Belə olacaq. Deyir ki, bunu versin düşmən ona. Düşmən ixtilat rəbə bavər mikənət. Düşmən də bunu casusu tutubdu. Bilir də ki, bu dövlət işindədir, casusluq işindədir falan. Bilir ki, bunun əlində yaxşı ixtilat var. Bizi İranda casusluğa müttəhəm edirlər. Mən bir dəfə dedim, axı, dəfələrcə bilmiyorum, axı oğlum, mən hangi idarədə işləyirəm? Hangi vizarətxanada işləyirəm? Hangi vəzirəm? Hangi vəkiləm? Hangi yerə əlim çatır? Mən ki, qorxumdan bəzi yerlərə getmirəm ki, birdən sabahlar deyərlər, sən gəlmişdin, polisə falan şey oldu. Polis eyni halda ki, sirri bir yer deyil, bilirsiniz. Düşmən itilatı bavər mikənət. Düşmən bu itilat ki, o adam verəcək, onu inanacaq. Bavərçərdən itilat inanmaq. İnanır. İman sözü də buradan gəlir, amma o ərəbcədir. Bu, inanmaq türkçədir. Və dər nəticə amadəgi və vücud miyabərək. Onların fikrin və düşüncəsini dəyişdirir. Düşmənin. Onlarda bir hazırlıq. Yəni, bu fikir ki, yapaydır, ya cəlidir, biz düzəltmişik. Cəl bilirsiniz da, cəl özü, yəni yalan deyil. Siz dəyişdirmək. Cəl dəyişdirmək, dəyişdirsiniz. Təhrif də bunun, yenə də ərəbcəsidir. Təhrif də, yenə də bu hərf sözündəndir, mütəəssifənə, yəni sözə töhmüsünüz. O da, yəni sözü dəyişdirmişsiniz. Burada da dəyişdirmişik, biz ayrı bir şey vermişik. Vəli təbii əs ki, ma dər cəhət digəri əməl xahin kərd. Düzdür ki, o sözü apardı, verdi düşmənə. Amma bəllidir ki, biz onun o sözü ki, o dedi, biz ona vermişik desin, əslində, bilə-bilə qoymuşuq ki, casusumuz bilsin, düşmənə desin. Biz onu eləməyəcəyik. Bir ayrı bərnaməmiz var, amma istəmişik, düşmən belə düşünsün ki, biz belə eləyəcəyik. Dər nəticə, düşmən casusan ra xahət qoğuşdur. Dər nəticə, düşmən casusları öldürəcək. Yəni, məsələn, biz bir itilat verəcəyik ki, filan kəsdən, biz onun casuslarından məlumat almışıq. Məsələn, düşmənə bunu deyəcəklər, sən bunlar hardan almışsan, biz filan casusdan almışıq. Deyir, o casusların öz casuslarını öldürəcək. Şangpo 160-cı səfəni qutaraq elə qoyaq burada qalsın. Nəzərimə gəlir ki, bu bir saatı geçdi. Yox, bunu qutaraq. Bir paragraf oxuyaq, qutaraq. Dərs silsiləyə ma teosu rəis sitad kol ruzi məhkumi ra bəxşid. Deyir ki, ma adında bir silsilə varmış içində. Ma. Deyir, ma silsiləsində bir dana fərmandeh var idi, adı Tisaudu. Deyir, o, ordunun yap baş komandanı idi. Rəisi kollə setad. Bu rəisi kollə setad fikirəm taza bir sözdür, amma ordunun baş komandanı idi. Bir gün o bir dana məhkumu bağışladı. Məhkum, yəni o adam ki, cəzalanmışdı. Cəza özü də ərəbcədir, məhkum da ərəbcədir. Bunu deyir ki, bağışladı. Və veyra be surət rahib dərəvərdi. Onu bir molluya çevirdi. Rahib bəzi dinlərdə keşiş deyirlər, bəzisində molla deyirlər, bəzisində axut deyirlər. Farslarda axutdur, ərəblərdə molladır fikirlər. Türkiyədə məsələn şeydir, imamdır. Ərz edeyim xidmətinizə. Bəzi dinlərdə də, məsələn, Çin dinlərində, Hindistan dinlərində rahib deyirlər adına. Rahibə çeviriblər. Yəni, bunlar farslaşmış sözlərdir. Rahib sözü. Bilmirəm, məsələn, orada nə deyirlər. Mən onu bilmirəm. Məsələn, dalaylama, onların yap başda, məsələn, bir donasının adı dalaylamadır. Zahirən məqamdır. Məsələn, ayətullah yəni. Dalaylama ayətullah deməkdir, məsələn. Ya, həzrət-i ayətullah deməkdir. Belə bir şeydir, bilmirəm. Və در یک گلوله کوچک شمع بوی خوراند و او را به نزد تانگو فرستاد. Deyir ki, bunu bir molla, bu zindanını gətirdi, tərbiyyət elədi, bunu molluya çevirdi. Sonra da, bunları da bilirsiniz, hər yerdən adamlar bu molla din sahiblərini ehtimad edirlər. Sonra da buna deyir ki, bir yumuru bir şey. Gululə burada güllə deyil, yəni yumuru. Məsələn, biz xəmirə əlimizdə belələrək, yumurularıq. Buna qululə deyirlər də farslar. İndi, deyir ki, bu yumuru bir şey düzətdi.
Şəm bebeği xuran. Bunu şəmdən düzəltdi, bunu buna yedirtdi. Və ura benəzdi Tangoha firistad. Tango adlı dövlətin yanına göndərdi. Və məhsə vurud rahib Duruğin da bezindan əfşədi. O elə deyir, o məmləkətə yetişən kimi o yalancı zindanını çiğdi, tutdular, saldılar zindana. Ve با کسانی که وی را دستگیر کرده بودند از این گلوله شمعی سخن گفت. O zindana düşəndən sonra onu tutan adamlara dedi ki, yəni məmurlar ki, bunu bazısılıq edirlər, bundan sorğu-suala çəkiblər, bazıyı sorğu-suala çəkiblər. Onlara dedi ki, evi yıxılmasın, mənim qarnımda bir şəmdən güllə var. Yumuru bir şey var. Gülülə niz در مدفوع ve پیدا شد. O yumuru şeydə bunun Türkçəsi P-O-X. Bunun mədfusunda tapıldı. Mədfu ərəbcə söz deyil, həman sözdür ki, Türkçəsi poxdur. Yəni, biz üçün onu indi yaxçı bilmirik, mənasını Türkçə deyəndə pis olur, biraz cobut olur. Yəni, mədfu həman şeydir, amma cobut olur da hər halda. Ədəbsiz gəlir, elə bir ayrı-ayrı deyəndə, bunun ayrı-ayrı ilə deyəndə ədəbsiz olmur. Cahilibdir, bu dil çox əcibdir. Məsələn, biz buna desək, bir sözdür, yaxşı adamlar baş tapırlar. Ədəbsiz olurmur, ədəbli olur. Baş tapanda ədəbsiz olur. Deyir ki, o yumuru da bunun qarnından çox deşiyə tapdılar. Tango پس از باز کردن نامه ای را که تساو رئیس ستاد کل به مدیر برنامه‌ریزی های استراتژی خود نوشته بود خواندن. Deyir ki, bir dana o gülləni, o gülləşi deməyək, o yumurunu bunun qarnından çıxandan sonra açdılar. Gördülər, bunun bir yazı var. Yalandır, bu nəqil yalandır. Diqqət buyurun, niyə yalandır? Çünki o zaman kağız yoxdur. 2000 il bundan qabaq, 3000 il bundan qabaq kağız yoxdur. Ola bilməz ki, kağız o qədər zərif ola ki, bunu yumurlayarlar sonra bunu qoyarlar şəmin arasına, verərlər bu adam uda, bu adam udandan sonra bu şəm də bilirsiniz qarında əriyər. Çünki 37 dərəcədən yuxarı hər nə mənə qarına getsə əriyər. Bu gedə qarında da ərinməyə o tərəfdən kağız çıxa, salim çıxa, ya elə şəm çıxa, şəmin içində. Nağıl yalandır. Şəmin içindən bunu açalar, görərlər ki, içində bir kağız var, kağızı açalar. Yalandır. Koldən imkansızdır. Kağız o məqtədə, əgər kağızda olsaydı, o kağız həm qalindi, həm bərk idi, həm çətin idi. İmkansız idi. Buradan da bilirik ki, bu da bir yalandır. Bu tarix doğru bir tarix deyil. Deyir ki, hər halda bunun qarnından çıxartdılar. Niyə? Bu onun bir müdürü var idi, Fərmandehin, o Ma dövlətinin Fərmandehinin bir müdürü var. Təsə ona demiş ki, bunu yazıcına qoy, bunu veraq yesin. Deyir ki, və bər əsas an əməl kərdənd. Deyir, bunlar bu kağızı bunun qarnından çıxandan sonra oxudular. Gördülər ki, burada bir şeylər vardı. Deyir, bunu neynədilər? O kağız üstündə indi istirlər ki, Ma'nın əleyhinə, o dövlətin əleyhinə rəftar eləyirlər onu. Rəis vəhşiyan ki, az xud bi xud şude بود vəzir və rahib casus را کشت. Deyir ki, o rəis ki, bu gəlmişdi onların içinə. Onların rəisi ki, bu xəbəri görmüşdü, narahat olmuşdu. Həm o rahibi öldürdü, mollanı öldürdü, həm də öz vəzirini öldürdü. Çünki məsələn bu adam o kağıza aparacaqdı, məsələn versin vəzirə, vəzir də bunu oxuyacaqdı, məsələn bir iş görsün. İndi ki, bunlar gördülər ki, bunun qarnından çıxan kağız o vəzirə dəstur veribdi. Dilləri bu vəzir işdirmiş, biz bunu öldürdü. Öz vəzirlərini öldürdülər. Ağıllı vəziriymiş özdə. Rəviş inəz. Deyir ki, bu belə iş, casusluq işi belədir. Vəli məmuran az sərbaz kərdəni tənha در یک cəhət bir kar گرفته نمیشوند. Deyir ki, başımızdan açmalı casuslar, deyir, bunlar təhcə bir tərəfdə istifadə olmazlar. Bunları işə almazlar. Gah نیز مأمورانی را میفرستیم تا به منظور امضای قرارداد صلح با دشمن ملاقات کنند و سپس دست به حمله میزنیم. Deyir ki, bəzən də bir məmur göndərilir, getsin düşmənlə sülh imzalasın, sülh barış, ərəbcə sözdür sülh, türkçəsi barış. Barışsınlar düşmənlə bizim tərəfimizdən. Deyir, o gedər, düşməni görər. Düşmən hardadır, nəyi var, nəyi yoxdur, sərbazı nə qədərdir, filanı nə qədərdir. Bunları bir zaman içində orada qalacaq, ələ gəlir. Bir ondan sonra gələn kimi biz həmlə elərik. Çünki ələ gətirdik ki, bu hardadır, harda ordu qruplar, nə qədər sərbazı var, nə qədər silahı var, bunları örgəşdi. Dostlar, elə mən fikir edirəm ki, bu 161-ci səfərin içində 11 yazıbdır. Bu 11-dən qalsın, sabahları biz bunu oxuruq. Sizə hələ feylən gecəz xeyri qalsın, sabahları bu fəsli qutarırıq.
Sağ qalın.